Salam, hər vaxtınız xeyir olsun. Mən musiqi fənni üzrə təlimçi Validə Əlizadə. Bu gün sizlərə müəllimlərin işə qəbul imtahanına hazırlaşan və sertifikasiya imtahanına hazırlaşan müdavimlər üçün ən çox qarşılaşılan iki nüans haqqında daha ətraflı izah verəcəm. Bu nüanslar hansılardır? Kamera ansamblı və kamera orkestri. Kamera musiqisi, kamera ansamblı, kamera orkestri. Bunların fərqli xüsusiyyətləri nədir? Bu anlayışlar bizə necə düşə bilər, necə lazım ola bilər? Qeyd edim ki, vurğuladığım mövzular hər zaman MİQ imtahanında verilən mövzulardan biridir. Eyni zamanda sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün də vurğulaya bilərəm ki, bu mövzu sizin çərçivə sənədinizdə də var. Ona görə qələminiz və dəftəriniz yanınızda olsun, diqqətiniz də məndə olsun. Başladıq. Əvvəlcə baxaq, ansambl termini və yaxud da kamera ansamblı nə deməkdir? Biz bilirik ki, ansamblda ifaçıların tərkibi, sayı daha da az, daha da kiçik, daha da balaca olur. Və bu ansamblın heyəti deyək ki, 2 nəfər, 3, 5, 7, 8 nəfərdirsə, bu ansambl kamera ansamblı adlanır. Burada iştirak edən ifaçılar vokal səslə də ifa edə bilər, alətlərlə də ifa edə bilər və yaxud da qarışıq da ola bilər. Əgər sadəcə alətlərdə ifa edəcəksə, kamera instrumental ansambl. Əgər həm oxuyub, həm də alətlərdə ifa edəcəklərsə, kamera vokal instrumental ansambl anlayışlarını bilməliyik. İndi baxaq, bəs kamera ansamblında heyət təxminən neçə nəfərdən başlamalıdır? Kamera ansamblında ən kiçik heyət 2 nəfər. Misal üçün deyək ki, bir nəfər fortepianoda ifa edir və digər nəfər də deyək ki, tar alətində Adil Diyarayın Bağçakürd əsərini ifa edirlər, düzdürmü? Bunların yaratdığı tərkib olacaqdır kamera ansamblı və yaxud da duet, yəni instrumental şəkildə olan ifası. Digər bir xüsusiyyət kimi nə deyə bilərəm? Misal üçün deyək ki, 2 nəfər birgə fortepiano alətinin arxasında ifa edir, bir nəfər solist də oxuyur. Bu halda biz buna kamera vokal instrumental ansambl deyəcəyik. Çünki burada həm alətlərin ifası, həm də insan səsi olduğuna görə. Və yaxud da deyək ki, kiçik bir tərkib 5 nəfər mahnını vokal şəkildə və yaxud da akapella şəkildə ifa edirsə, biz bunlara artıq yenə kamera belə vokal ansamblı deyəcəyik. Çünki burada artıq alətləri vurğulamadım. Dedim ki, 5 nəfər musiqini akapella şəklində oxuyacaq. O zaman adlanacaq kamera vokal ansamblı. Kamera, yəni kiçik, az ifaçıdan söhbət gedən ansambl olacaqdır. İndi isə baxaq görək, kamera musiqisi nədir bəs? Biz 3-cü sinif dərsliyinin musiqi lüğətində sadəcə o kitabda kamera musiqisinin qaydası haqqında öyrənirik. Qeyd olunur ki, az alətlər üçün yazılmış musiqiyə kamera musiqisi deyirlər. Misal üçün, götürək Musa Mirzəyevin yaradıcılığını. Musa Mirzəyevin Lənkəran əfsanəsi fortepiano piyesi onun kamera musiqisinə aiddir. Və yaxud da Fikrət Əmirovun 12 miniatür piyesi, trio üçün elegiya əsərləri onun kamera instrumental əsərlərinə aiddir, kamera musiqisinə aiddir. Və yaxud da deyək ki, hansısa bir bəstəkarın fortepiano üçün, trio üçün, az alət üçün yazılmış əsərləri kamera musiqisinə aid olacaq. Deyək ki, misal üçün Üzeyir Hacıbəylinin Çahargah və Şur fantaziyaları heç vaxt kamera musiqisinə aid olmaz. Çünki bu fantaziyalar xalq çalğı alətləri orkestr üçün yazılıb. Orkestr üçün yazıldığına görə artıq bu musiqi kamera musiqisinə yox, bu musiqi bəstəkarın orkestr yaradıcılığına aid olacaqdır. Bəstəkarın kamera musiqisi sadalanırsa, əgər vurğulanırsa, kamera vokal instrumental musiqidirsə, nə bilim, mahnıları, romansları, az alət üçün yazılan əsərləri burada istifadə oluna bilər. Və yaxud da kamera instrumental vurğulanırsa, kiçik tərkiblər üçün, ansambl üçün yazılan əsərləri sadəcə alətlər tərəfindən ifa olunursa, bura daxil oluna bilər. Bildik ki, kamera musiqisi nə oldu? Az alət üçün yazılan əsərlər, musiqilər kamera musiqisi adlandı. Hərdən bəstəkarların yaradıcılığını verirlər imtahanda. Deyirlər ki, biri daha kiçik tərkib tərəfindən ifa oluna bilər. Misal üçün, bəstəkarın simfonik əsərləri verilir, simfoniyaları, konsertləri, uverturaları və s. Və bir də yazırlar ki, misal üçün, hansısa bir fortepiano piyesi və yaxud da trio üçün bir əsəri və yaxud da romansı
Onlar həcmcə daha kiçik həcmli tərkib tərəfindən səsləndiyinə görə artıq bəstəkarın kamera musiqisinə aid olacaq. Amma orkestr üçün yazılmış əsərləri yox. İndi baxaq kamera orkestrına. Kamera orkestri nədir? Kamera orkestrının adı bir neçə kitablarda keçir. Amma heç bir yerdə, yəni kitablarda, orta məktəb dərsliklərində dəqiq şəkildə alətləri qeyd olunmayıb. Belə ki, kamera orkestri ilk yaranan orkestrlardan biri olmuşdur. Hələ simfonik orkestrdan da əvvəl. Bir neçə ifaçılar birgə cəm şəklində ifa edirdilər və kamera orkestrini yaratmış olurdular. Sonrakı illərdə kamera orkestri daha da formalaşdı. Bəs necə formalaşdı? Məsələn, hal-hazırda müasir dövrümüzdə kamera orkestri deyəndə əsasən kamanlı simli alətlər nəzərdə tutulur, amma hər zaman yox. Məsələn, birinci skripka, ikinci skripka, alt, violonçel və kontrabas alətlərindən daha geniş sürətdə istifadə olunur. Deyək ki, heyəti 10, 12, 15, 20, 25, 30 nəfərə qədər çatan orkestr kamera orkestri adlanır. Hansı hallarda digər alətlər də istifadə oluna bilər? Baxaq, əgər bəstəkar kamera orkestri üçün əsər yazır və orada məxsusi olaraq hansısa bir alətin partiyasına da üstünlük verirsə, bu halda kamera orkestrinin tərkibinə hansısa bir, deyək ki, fortepiano aləti olsun və yaxud da hansısa bir nəfəsli alət daxil oluna bilər. Hansı halda, əgər bəstəkarın əsərində bu vurğulanıbsa. Məsələn, elə bir bəstəkar var ki, deyək ki, kamera orkestri üçün konsert yazır və burada solo partiya kimi fortepianodan istifadə edir. Yəni, artıq bəstəkar burada fortepiano alətin partiyasını da eyni zamanda kamera orkestrinin ifasından da istifadə edir. Belə hallarda artıq simli alətlərdən digər alətləri biz kamera orkestrində səslənməyini görə bilirik. Çox adamlar kamera orkestrini simli orkestrından qarışdırır. Kamera orkestrinin heyəti, əziz müdavimlər, simli orkestrdan daha balaca olur, daha kiçik olur. Simli orkestr konkret bilirsən ki, əsasən simlilərdən ibarət olan bir orkestrdir. Heyəti daha böyük, 30, 40, 50 nəfərə qədər ola bilən orkestrdir və səslənməsi daha melodikdir. Kamera orkestrində alətlər bənzəsə də, lakin tərkib heyət olaraq kiçik tərkib olacaqdır. Ən balaca orkestr. İndi baxaq görək, hansı bir bəstəkarın kamera orkestri üçün yazdığı əsəri onun hansı janrda olan əsərlərinin siyahısına daxil olacaq. Məsələn, Oktay Rəcəbovun soprano və kamera orkestri üçün yazdığı konsert var. Biz bu əsəri bəstəkarın orkestr yaradıcılığına aid edə bilərik. Çünki həm konsert janrı olaraq iri həcmləri janrların siyahısına daxildir, həm də burada artıq kamera sözü sizi çaşdırmasın. Yenə də orkestrdan söhbət etdiyinə görə bəstəkarın orkestr yaradıcılığına aid eləyəcəyik. Kamera musiqisinə yox. Kamera musiqisinə dedik ki, 2, 3, 5, 7, 8 alətə qədər və ifaçılara qədər yazılmış, belə deyək, əsərlər aid olacaqdır. Amma orkestr yaradıcılığı daha böyük kollektivlər üçün yazılmış əsərlər olacaq. Məsələn, ola bilər, deyək ki, Fikrət Əmirovun orkestr əsərlərini sayır. Burada Fikrət Əmirovun həm simfonik, həm kamera, hansısa bir orkestr üçün əsər yazıbsa, bütün onların hər biri aid olunacaqdır. Yəni, orkestr əsərləri əsla kamera musiqisinə aid olmayacaq. Bugün izah etdiyimiz mövzular kamera ansamblı, ümumiyyətlə ansambl termini, kamera musiqisi və kamera orkestri oldu. Ümidvaram ki, artıq bu mövzuları qarışdırmayacaqsınız. Xoş izləmələr. Videoyu bəyənib paylaşsanız sevinərəm. Hər birinizə uğurlar.